Ümid, necəsən? Yaxşım, sağ olsun, istəyirsən. Yaxşım, elə yol üstü buradan keçirdim. Dedim ki, nə bir rəfiqəmi görüm. Həm də bir sənə üzü görmüş olub. Çayla da təbii ki, yəqin ki, çayla. Əlbəttə ki, birazdan deyəcəm. İşlərin necədir? Yaxşıdır, çox şükür. Sizdə nə var deyir? Bizdə hər şey yaxşıdır. Böyük uşaq məktəbə gedir. Ay, maşallah. Evdə də ki, balaca ilə əlləşirəm, belə deyək. Bağça axtarışındayım, düzü. Bağça gəlib özümlə işləmək istəyirəm. Nə qədər olur bütün gün ev işləri, yəni düzü yorulmur. Necə balacan qoymursan bağçaya? Düzü, dediyim ki, həm bağça axtarıram, həm də ki, hələ danışmır. Yazığım gəlib, qoy biraz danışsın. Neçə yaşı var ki? 3 yaş tamdır. 3 yaşı tam olub. Bəli. Heç bir cümlə qurmur? Quru, niyə ki, su deyil, mama deyil. Yəni, belə üçün, hələ ki bunları, bəli. Bu, səni narahat eləmir bəs? Heç nə olan deyil. Nənəsi deyir ki, atasından gec danışır. Nə olacaq, heç nə olan deyil. Əslində 3 yaşındakı uşaq artıq üçlü cümlələr qurmalı bacarmalıdır. Üçlü? Üçlü cümlələr qurmalıdır. Mənə su ver, gəl bura gedək. Yəni, bu sözləri deməyi bacarmalıdır. Artıq sən gecikirsən. Bu məni doğrudan narahat etdi. Yəni, bir uşaq artıq 3 yaşına çatıbsa, sadəcə su deyirsə, bu artıq o deməkdir ki, həyəcan fərqli çalışmalıdır. Çünki bir uşaq, dediyim kimi, 3 yaşındadsa, hətta 2 yaşındadsa, ikili cümlələr, 3 yaşında artıq üçlü cümlələr qurmağı bacarmalıdır. Və əgər qurmursa, bu artıq çox böyük bir problemdir. Nə yaxşı, mənə bunu xəbərdar elədim. Həqiqətən də təsadüf nəticəsi də olsa, mən bunu bilmiş oldum. Nə məsəl görsən, neyini, necə edin? Belə deyim, əslində indi bizim burada uşaqlarımız var. 3 yaşındakı bir uşağı gətirərəm, sən baxarsan canlı-canlı gör 3 yaşındakı uşaq əslində necə danışmalıdır. Əslində mən sənin heç bir cümləvi şübhəylə yanaşmıram, amma gözümdən görsəm daha xoş olar mənə. Onu da gözdə çağırırım. Tamam. Hüsnacığım, sənin neçə yaşın var? Aferin sənə. Hüsnacığım, bax, burada oğlan nə edir? Dişlərini yeyir. Bəs yaxşı burada nə yeyir? Su içir, aferin sənə. Burada? Bəynini giyinir. Bəs burada necə ömür? Aferin sənə quzucuğum. Aferin sənə. Gördünüz? Onun üçün də dediyim kimi 3 yaşındakı uşağımız artıq ən azı üçlü cümlələr qurmalı. Məmləkət xanım, mən zaten sizin sözünüzə şübhət etmirdim, amma indi həqiqətən də məni narahat etməyə başladı. Yenə deyirəm, nə məsələ görsünsə onu edək gecikmədən. Çünki mən bilirəm ki, gecikəndə daha da fəsadları böyük ola bilər. İlk öncə gətirin balamızı diaqnostik edək, daha sonra nə etmək lazım olduğunu biz sizə deyəcəyik. Mütləq. Təşəkkür edirəm. Siz sağ olun. Əziz valideynlər, əgər sizin evladlarınızda hələ 3 yaşlarına çatıblarsa və ya 2 yaşlarındadılarsa, cümlə qurmurlarsa, ümumiyyətlə söz bazaları sıfırdırsa, onda mütləq bir mütəxəssis yanına yaxınlaşın. Çünki bu o deməkdir ki, artıq çox böyük bir problem var və bu problem getdikcə daha da böyüyəcək. Misal üçün, əgər bir uşaq 3 yaşındasınızsa və sizə deyilirsə ki, bayaq gördüyünüz kimi, misal üçün, atası 5 yaşında danışır, nə olacaq ki? Hə, düzdür, 5 yaşında danışacaqsınız uşağınızda, amma 5 yaşında artıq onun yaşıdları hazırlıq qruplarına gedəcəklər, məktəbə qədər hazırlıq qruplarına olacaqlar, amma sizin uşaqlarınız hələ indi cümlə qurmağa başlayacaqlar və bu da onlar üçün çox-çox geridə qalmaq deməkdir. Mütləq mütəxəssis yanına yaxınlaşın. Dinlədiyiniz üçün təşəkkür ederim.